2001-ci il idi. 25 il bundan önce Talib o zaman böyle salam qardaş. Kapo ləqəbi. Gəldim, həmin gecə yata bilmədim. Belə oxudum, sonra qulaq asanda açığı xoşuma gəlmədi. İndiki Talib'a baxsaz bu iki fərqli insanlardır. Mən ona göstərmək üçün ki, burasını belə oxu da, bu yeri bax belə olsun. Və o mahnı bəlkə uşaqlar birlikdə bir ifa eləyək. 28 may yadına gəlir nə vəziyyətdə idi o Cəfər. Hamı eyni paltarda o propitkalar var idi, qartallı jaket. Pişik də gəldi, özü çıxdı qucağıma da dedi. Görürsən, Baxır yerdən, belə qəflət. Mən xarici Avropalı müğənnilərlə gəlirəm və bir neçəsindən Talibin adını eşitdim ki, dəhşət, çox populyardır. İndi sənin o pul gəldi və nə etmək istəyirdin pul olmayanda ki, onları başladın artıq özünə qıymağa. Maşın şovdan əvvəl mən Rusiyanın şəhərlərində Şadlıq evim var, mərasim zalım var. Və mən istəmirəm evlənmək xatirinə evlənim. Evlənəndə də bir var yox adam alırsan da, boşananda da bir var yoxla düşmən olursan. Ondan sonra gələn mənə enerji daha... Necə ağlı söhbətlər edir. Amma Talib neçə faiz əhali Azərbaycanda soyuq duş qəbul edir. Talib onu aşağı salır və dəli kimi adam sevinir. Axı bunun sənə nə dəxli var? Ged öz... Salam əleykum, hər kəsi xoş gördük. Bu dəfə YouTube kanalımda özüm bir veriliş olaraq bir proyekt layihə həyata keçirmək istədim. Qərara gəldim ki, axır ki, belə bir layihə eləyək, çünki özümüzün də studiyamız var, şəraitimiz var. Və verilişdə müxtəlif qonaqlar olacaq, görürsünüz ki, ansamblımızdan canlı akustik ifalar olacaq. Verilişimizin ilk qonağı seçimim nəyə görə həmin insandır, onu açıqlayacağım. Tanınmış teleaparıcı, eyni zamanda bloger İdris'dir. İdris, xoş gördük səni. Xoş gördük. Çox şadam ki, ilk qonaq məhz mənəm və burada çox maraqlı mühit yaşanır. Artıq Talib'da burada həm televiziya studiyasıdır, həm səs yazma studiyasıdır, həm production'dır və çox belə şən və mehriban heyəti var. Xoş gördük hər birinizi. Təşəkkürlər. Deməli, nəyə görə İdris'i ilk dəfə dəvət elədim? Çünki 2001-ci il idi, səhv eləmirəmsə. 2001-2002. Bəli, o dövr. 2001-ci il idi. Əslində mənim üçün maraqlıdır. Çünki 25 il bundan öncə, o zaman mən Space televiziyasında çalışırdım. Space'in qarşısına çıxıram və Talib'i görürəm. Talib o zaman belə, salam qardaş, mən yaradıcılıq, mən mahnı falan belə çox maraqlı bir təəssürat bağışladı. Anar Nağılbazın o zaman Azərimiş servisi var idi. Bugün gördüyünüz çox insanlar ora gəlib gedirdi. Sonralar radio vaxtında Talib artıq disklə gəldi. Öz tərzi var idi. Və bir şey də deyim, həmin vaxtların İdris'in özü də Kapo ləqəbi. Mən Talib olub. O zaman mənim də rap marağım var idi. Çox maraqlı vaxtlar idi. Heç nə yox idi. Amma necə sevinclə yadımıza salırıq. İlk öncə başlayaq, o vaxtı necə oldu ki, mən sənə zəng elədim. Metroda gedirdik dərsdən evə. Mən nəsə belə zümzüm eləyirəm dodağımın altında. Mən də nəsə başlamışam bir şeylər yazmağa, mahnı kimi bir şeylər gəlir beynimə. Turan dedi, nə bayaqdan zümzüm elirsən, mahnı oxuyursan? Dedim, yox, mahnı da yox, bilmirəm, nələrsə yazıram, eləyirəm. Amma bilmirəm nədən başlayayım, nə edeyim. O vaxtı bir öyrənməyə, bir necə deyək, informasiya almağa bir yer yox, heç bir şeydən xəbər yox. Heç də. Ancaq adamdan adama da, telefonda da vızıv dövrü idi də, vızıva çatanda vızıv atarsan. Dedi ki, belə-belə, əgər marağın varsa doğrudan belə həvəsin, dedim fikirləşərəm. Gəldim, həmin gecə yata bilmədim. Başladım beyində fikir zat, bəlkə niyə də yox belə şeylər. Amma tam neyəcəyimi bilmirdim. Onda sənə yönəltdi, xeyli danışdıq, fikirləşdik. Həmin vaxtı Hüseyn Dərya rep meyxana yeni çıxmışdı. Çardaqda Vahid Qədimlə bir yerdə rep meyxana. Çox adam elə bilir Hüseyn Dərya Kef elədən sonra populyarlaşdı, amma Hüseyn Dərya əslində rep meyxanada. Məsələ, Talib'i da çox adam elə bilir ki, Gecəmiz Tərtəmiz mahnısıyla məhz ilk çıxdı, amma ondan öncə də Talib'in artıq populyar mahnıları var idi. Sadəcə kütləvi tanıtım artıq o Gecəmiz mahnısıyla gəldi sənə. Talib, sən o dövrdə o Tascam studiyalar var idi, babinlərə yazılırdı səs. Ona çatdın, yoxsa sən artıq başlayanda o kompüter yazısıydı? İlk dəfə yox, səsim yazılıb Anar Nağılbazın studiyasında. Biz o kompüter olan otağa girəndə biz elə bil ki, hansısa bir bahalı, əl çatmaz bir avadanlıqla salam vermək istəyirdi adam kompüterə. Çox möcüzəvi gəlirdi ki, bu nədir, nə olur? Orada mikrofona deyirəm, bu yazıldı, özümü eşidirəm. Öz səsimi eşidəndə, belə oxudum, sonra qulaq asanda açığı xoşuma gəlmədi. Bu nədir? Həm utanırsan da. Bəyənmədim səsimi elə. Dedim, mən də bəlkə fərqli bir şey nəsə eləyək. Həvəs dəhşət həvəs var, arzular. Amma replə başladın. Hə, replə. Ondan da əvvəl bu da maraqlıdır. mahnılarda yazırdım. Amma həmin vaxtı biraz dırnaq arası baxırdım mahnı oxumaq, nə filan belə.
O vaxtı mənə Turanda o sözü dedi. Rəhmətli Anardağ Albaz da dedi ki, sən yaxşısı budur, oxu, mahnı oxu. Dedim, yox, bilmirəm. Birdən-birə gəldi özü də o həvəs. Yəni, deyəm ki, pul var idi o sahədə, heç pul da yox idi. Yox, heç nə yox idi, amma nəsə eləmək istəyi var idi. O dövrkü Talibin mahnılarına qulaq assaz, indiki Taliba baxsaz, bu iki fərqli insanlardır. Ukraynadaydım, adam yeyən iş adamları var da, belə uğurlu. Ukraynada tədbirlər eləyirdi. Mən, nə bilim, Elbrus Can Mirzoyev, Baxçı, Bujara Production falan. Bir də gördüm belə Azərbaycanlılar, amma biz o tədbirlərə daha çox Ukraynlıları da cəlb eləmək istəyirdik ki, növbəti mərhələdə, nə bilim, Johnny gəlsin, onda elə müharibə dönəmi deyil idi, nə bilim, Xamali Navai gəlsin ki, biz Azərbaycanlıların da bu cür belə, yəni yaradıcı gəncləri var və iş adamlarından biri dedi, Talibi tanıyırsınız? Deyirəm, hə, dostumdur. Ölürəm də onun mahnıları üçün. Onun da olan ürək falan. Yəni sən o mahnılardakı o bəlkə də qəmlə, duyğuyla insanların qəlbinə daha tez yol tapdın. Nəinki hansısa bir o rap əhvalatı ilə. Və ilk dəfə necə oldu ki, yəni rap yazırsan, müxtəlif janrlarda özünü sınayırsan və birdən-birə hiss edirsən ki, nəsə artıq həyatımın yeni dönəmi başladı. Deməli, bir mahnı var idi. Onun mən rap yerini oxumuşdum, fikirləşirdim nəqarətini kim oxusun. Bir nəfər var idi, belə səsi yaxşı idi, pul buraxırdı o vaxtı müğənniyəcədə, toylara gedən adam idi. Adı yaxşı adında deyil. Ona dedim nəqarəti sən oxu. Mən ona göstərmək üçün ki, burasını belə oxu da, bu yeri belə olsun. Yazan adam dedi qardaş, dedi ki, özün oxu da. Elə onun özü də dedi ki, səndə alınır. Və o mahnı bəlkə uşaqlar birlikdə bir ifa eləyək. 24 il sonra. 24 il sonra ifa eləyək. Yine yadıma düşer o kız, ne istekli iken ne tez ayrıldı yollarımız. Ne ben oldum ona, ne de o bana vefasız. O yollarda yalnız, yine fikrimde o kız, o kız. Bir alagöz uzun saç kız vardı, o kız mənə bir vaxtlar yardı. Bir təsadüf qovuşturmuşdu bizi, ne romantik günlərimiz vardı. Her dəfə o kız görüşe gələndə gülərdi, boynuma sarılardı. Birimizə çox tez alışmışdık, mənsiz çox tez darxardı. Mənə sevgini anlatmışdı o qız, ürəyimə çox yatmışdı o qız. Hardadır bir bilə bilsəydim, onu bir daha yenə görə bilsəydim. O qız xəyalımdadır, o qız xatırımdadır. O qız indi hardadır, yaxında mı yoxsa uzaqdadır. O qız xəyalımdadır, o qız xatırımdadır. O qız indi hardadır, yaxında mı yoxsa uzaqdadır. Yazılmadı bəxtimə, ömrümə o qız. O günlərim mənə şirin rüyadır, çevrildi bir ürəyi dərdimə o qız. O qız xəyalımdadır, o qız xatırımdadır. O qız indi hardadır, yaxında mı yoxsa uzaqdadır. O qız xəyalımdadır, o qız xatırımdadır. O qız indi hardadır, yaxında mı yoxsa uzaqdadır. TT Club.
bu mahnını harda yazmışam indi. Mən bu maraqlı. 28 may yadına gəlir. Təbii ki. Rus pulu çek, dollar, telefon dəqiqəsi. Bax, oradaydım, gedirdim piyada. Özdə çox belə maliyyə çətinlikləri, ümumi çətinlik var idi. Amma gələcəyə böyük ümidlər falan beynimdə bu sözlər gedirdi. Təmin müddət yadıma düşdü. Cəfər Cabbarlı heykəlinin yanı. O heykəlin yanında cəmaət toplaşır, orada o nə bilim, o çek dediyim kimi dəyişənlər, kimsə nəsə satır, piştaxtada dərya yuğucum, nə bilim, maddələr kimsə satır, kimsə nə bilim göyərti satır, kimsə qatıq satır, sən oradan gəlirsən, hamı eyni paltarda o propitkalar var idi, qartallı jaketlər var idi. Əslində heç nə olmayan dövrü o qədər sevgi ilə xatırlayırıq. Bəlkə bir tərəfdən yolumuzun başlanğıcı idi ona görə, digər tərəfdən bəlkə də hüzur var idi. Daxildə bir əminlik var idi ki, qabaqda hər şey yaxşı olacaq. Və şükür Allaha ki, Allah bizə bu yaxşını yaşatdı. Bu pişik də gəldi, özü çıxdı qucağıma da dedi. Görürsən, gəldi bura, sonra dedi, yox, gedim o tərəflərə. Talib, bir də nə soruşum səndən? Bir ara çox dəb oldu da, yəni aparıcılar oxudu, oxuyanlar aparıcılıq elədi. Verilişlərə gedirəm, inanırsınız, çox sağ olsunlar, dəvət eləyirlər. Orada rahatçılıq tapıram çox vaxtı, niyə? Verilən suallarıma o dərəcədə olmurmu? Və yaxud da gəlib deyirlər... Məsələ ondadır ki, sən ofisiantlıqdan başlayan restoran müdürüsən deyə, sən səs uzlaşmasından da başın çıxır. Onda mən məsələ baxıram, çox belə az-az. Çox az-az da. Niyə? Xoşbəli sükut sevir. Onu istəyirəm ki, yox, biraz sükutu pozmaq lazımdır. Həm də öz fikirlərimizi çatdırmaq, danışmaq, sosial varlıqda gələk nələrsə bölüşməyə ehtiyac var insanlara. Hətta aparıcı dedim, aparıcı. Elə aparıcı olacaq, dəvət edəcəm, o buradan məndən bəlkə də bir mahnı oxuyacaq akustik. O elə bir şey, bəlkə bir rep qardaşım sən. Yox. Ondan danışaq, neçə dənə mahnın olub? Mənim bizdə birinci qrup oldu. 3 nəfər idi, məktəb vaxtı idi. Dedim, uşaqlar, gəlin qrup yaradaq. Deyir, gəlin mahnı oxuyaq, gəlin yaradıcılıqla. Uşaqlar, Allah, bəs studiya hardadır? Allah, mən getdim. Ad günümə 150 dollar pul bağışlamışdı. O vaxtda da fantastik pul idi. Yəni 150 dollara. Və müəllimlərin yadıma gəlir 3 aylıq maaşı idi da. Yəni müəllim aya 50 dollar alırdı. Mən o 150 dolları verdim, getdik. Birinci mahnını yazdırdıq. Allah, səs yazma studiyasına girdik. İndi harada o mahnı? Heç yox deyə. Mini disklərdə zadda qalır. Mini disk yox, mini disk. Yekə o diskə yazılır deyə. Sonra o atırdı deyə başladı mini disk dövrü. Sonra başa düşdüm ki, əslində səndən bir sual verim. Bax, 2 rəng seçimi. Göy yoxsa qırmızı, hansını seçirsən? Baxır yerdən, belə qəflətən düşünəndə qırmızı gəlir ağlıma. Əla. Qırmızı seçən insan istəyir ki, o artist olsun. O diqqət mərkəzində olsun. Bütün komanda onun ətrafında çalışsın. Bu egoizm deyil, bu seçimdir. Məsələn, mən şuraltı göy seçirəm. Mən istəyərəm ki, yəni mənim öncədən həyat missiyam prodüser olaraq, kölgədə qalaraq, ümumi prosesi idarə edərək nəticədən zövq almaqdır. Amma siz öz üzərinizə bu məsuliyyəti götürərək səhnəyə çıxaraq, yəni bu çox maraqlı, bəsit bir testdir. Və təbii ki, mən xarici Avropalı müğənnilərlə gəlirəm, sonra bilirlər ki, Rus dili hardan yaxşı bilirsən, Ukraynada yaşamışam, Azərbaycanlıyam və bir neçəsindən Talibin adını eşitdim ki, dəhşət, çox populyardır. Mən uşaqlıqdan tanıdığım insanların hardasa belə iri miqyasda adını eşidəndə, uğurunu biləndə elə bilirəm ki, məni tərifləyirlər. İlk pullar nədən gəldi və o gələndə o kasıblığın travması deyirlər də, mən özümdə də deyir. Uşaqlığın son gecəsi kasıblığın da travması olur ki, indi sənin o pul gəldi və nə etmək istəyirdin pul olmayanda ki, onları başladın artıq özünə qıymağa. O məsələdə həmişə səbirlə ölçülü yanaşan adamam. Yəni qəfil pul gələndə mən özümü göstərim, ay bu qədər pulum var. Mən heç başını itirmədim. Neçə dərhal maşın almadım. Yəni çünki prodüserin maşını var idi, o tələbat ödənilir. Fikirləşdim ki, hələ ki mənə bu lazım deyil. Mən işlərimi görməliyəm. Düzdür, çox adam elə biləcək maşın şoudan sonra birdən-birə vau, elə deyil. Maşın şoudan əvvəl mən Rusiyanın şəhərlərində 5 nəfəri heyətlə konsertlər verirdik. Toylara hələ getmirdin, elə konsertlər verirdik. Toylara da gedirdim. Talib, toy çox çətinliyi. Yəni, replə başlayan, zümzümə ilə başlayan adam birdən gedir, düşür cənub bölgəsi, istəklər başqa. Qərb zonası, Şəmkir toyları, nə bilim, yəni hər bölgənin Azərbaycanda necə mətbəx zəngindirsə, musiqi istəkləri də zəngindir və fərqlidir. Yəni, öz repertuarınla girsən, yoxsa necə? Öz repertuarım ən çox gəlib istəyirlər ki, səni belə tanıyırıq. Düzdür, gəlir, digər mahnılar istəyirlər. Müəyyən mahnılar var, mən qətiyyən onu oxumuram. Deyirəm, buyur, burada başqa müğənni var, oxuyacaq. Amma elə mahnılar var ki, onu gərək öz
oxunuşuna yatızdırasan da öz oxunuş şəklində. Yaşlı dövrümü necə görsən? Yəni bağdasan, xaricdəsən. Xaricə tez gedib gəlmək yox, daim olaraq xaricdə yaşamaq istəmirəm. Amma sən məsələ yaxşı, Mərdəkanda bağda görsən, yoxsa Göygöldə görsən öz yaşlı dövrümü? Açıq o barədə çox düşünürəm. Pulun hardan gəlir? Pul- Şadlıq pul evin o var, barədə- mərasim zalın var. Çox şadam ki, sən xoşbəxt konseptə gəlib çatdın. Çünki deyir, kişi yetişəndə evlənir. Amma mən bu fəlsəfədən kənar, məsələ sinif yoldaşlarımla mən də o çoxdan tanıdığım dostlara dəyər verirəm və biz toplaşanda məyus oluram ki, böyük əksəriyyəti artıq boşanıblar. Və mən istəmirəm evlənmək xatirinə evlənim. Mən istəyirəm ki, yaşayacağım insanla birgə daha xoşbəxt olaq, nəinki tək. Mən indi tək çox xoşbəxtəm, Talib. Çox maraqlı yaşayıram və mənimlə yaşayacaq xanım mənə, üzr istəyirəm, paz olmalı deyil da, negativlə, narazılıqla, deyingənliklə. O da məni tərzdə uğurlu olmalıdır. Mən istəmirəm ki, evdar bir inkubator sayağı bir xanım olsun ki, uşaqlarımın anasıdır. Mən öz adamımı axtarıram. Öz adamın, yəni mən artıq bu yaşda demirəm ki, o ay sarışın olmalıdır, ay belə olmalıdır. Və Azərbaycanda elədir ki, sən evlənəndə də bir var yox adam alırsan da, bunun anası, atası, baldızlar. Boşananda da bir var yoxla düşmən olursa. Ayrılmaq mədəniyyəti də yoxdur, başa düşürsən ona görə. Və xanımlarımız dində, İslamda olan qayğını, diqqəti, kişi məsuliyyətini, maddi, yəni o məsuliyyəti kişi istəyir özlərinə götürsün. Amma özləri İsveçdəki kimi rahat müasir yaşasınlar ki, padruqamın ad günüdür, nə bilim. Yəni bu olmur da, bir əldə iki qarpız olur. Amma Talib, sənin bugünkü çatdığın, yəni mən deyim də, o 2001-ci ildə gördüyüm Talibin bugünkü həyatı o vaxtki Talibin arzusuydu. Və Allah sənə bu arzunu, bu istəyi yaşatdı. Mən məsələ səhər duraraq o alarmla da, budilniklə durmağı mən zorakılıq bilirəm. Çünki bizim əcdadlarımız mağarada yaşayıblar. Və nəzə mağaraya təhlükə gələndə səsküydən oyanıblar. Sənin artıq o böyrək üstü natpoçnik vəzinlər başlayır stres qarmonu buraxmağa, kortizol. Mən bunu yaşamaq istəmirəm. Amma məndə başqa cür, necə? Məsələn, deyirsən budilnikdən ayıldı. Bir neçə gün elə ayılandan sonra artıq budilnik mənə lazım deyil. Bioloji və mən gəlirsən. tez durdumsa, bir soyuq duş aldımsa, ondan sonra gələn mənə enerji daha... Necə ağlı səbəblər edir. Ondan sonra mən daha özümə təşəkkür edirəm ki, Azərbaycanda neçə faiz adam səhər soyuq duş qəbul edir? Sən deyən kimi məsələn rahat yatdım, öz keyfimə durdum, biraz yatdım qaldım. Mən özümə bir elə xoş gəlmir, günahkarı hesab edirəm. Amma Talib, neçə faiz əhali Azərbaycanda soyuq duş qəbul edir? Səncə? Bax burada məsələn musiqiçi heyətinə uşaqlar kimsə qəbul edir səhər soyuq duş. Var kimsə? Mən ara bir. Soyuq duş bədəndə səhər duranda bizdə kortizol ifrac olunur. Kortizol oyanış qarmonudur. Necə olur ki, biz 8-də oyandıq, deyirik 1-2 saatda yatdım. Saat 11-12-də durursan, oyanandan sonra yatırsan, ha, key kimi olursan. Soyuq duş qəbul edərək Talib onu aşağı salır və dəli kimi adam sevinir. Hələ heç bir, sağ ol, dopamin gəlir artıq. Bir də insanlar duraraq, üzünü yumamış, dişlərini təmizləməmiş, telefonu götürür. Və bu telefonda görür ki, kimsə rəhmətə getdi, kimsə özünü balkondan atdı, kimsə ipotekaya görə bankın qabağında özünü yandırdı. Artıq bu negativ xəbərlər onun gününü də zibil eləyir. Axı bunun sənə nə dəxli var? Ged öz xoşbəxtliyini yaşa da. Nəysə, çox mən gözlədiyimdən də gözəl söhbətlərimiz getdi. İnan ki, adam eləcə istəyirlər danışdığımız azsın. Yəqin ki, nə vaxtsa bir dəfə də məsələn. İnşallah. Və maraqlıdır ki, biz danışdığımızı indi 30 ildən sonra, 40 ildən sonra, lap 50 ildən sonra biz rəhmətə gedəndən sonra da baxanda yəqin ki, nəsə bir götürə biləcəklər də və bu da artıq bir hiss yaradacaq ki, bunu biz özümüzə görə edirik. YouTube əslində bir qızıl fond kimidir. Orada qalır, hər zaman qalacaq. Talib, mən sənə təşəkkürümü bildirim. Çox sağ ol. Bugün 28-də də olduq. Belə şuraltı dönər də yedik. Bir jeton atıb 2 nəfərə metroya da keçdik. Yəni bu əslində çox belə deyək də, uşaqlığa səyahət idi də, gəncliyə səyahət. İnşallah heyətimiz də musiqiçilər, möhtəşəm, gözəl, peşəkar, zövqlü. Bir yəqin ki, tez-tez tamaşaçılar görəcəklər bu heyətlə. Daha kimləri görmək istəyirsiniz? Şərhlərdə yazın. Amma kimlərsə də artıq namizədlər var da, səninlə artıq bu yaradıcılıq yolları kəsişən. Hələ sürpriz qalsın. Tamaşaçıların rəyi çox önəmlidir. Kimləri görmək istəyərlər.
Verilişi bəyəndinizsə, hökmən videoya baxdıqdan sonra like qoyub komment yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun. Gürültülü alqışlar olmasaydı olmazdı.